Və Türkiyə futbol agentlərinin, FIFA agentlərinin toplantılarına qatılırsınız, onların belə panellərində iştirak edirsiniz. Hətta Macaristanda da oldu futbol forumu, orada iştirak elədiniz. Və diqqət cəlb eləmişsiniz ki, bu qədər tanınmış futbol agentlərinin içərisində Azərbaycandan biri Səid Bağırov kimdir? Və bu İsveçdə böyük maraqla qarşılanır və sənə suallar ünvanlanıb. Demək ki, yalandır. Əsla yalan deyil. Yəni sağ olun bu sual, yəni belə deyə mövzu üçün. Belə deyək də, Qarabağın ümumiyyətlə indiyə qədər həqiqətən mən səmimi şəkildə deyim, burada tərəf tutmaq deyil. Gördüyü işlər ölkəmiz üçün çox vacibdir və nə yaxşı ki var, elə bir komanda. Və bir növ bizi də, məsələn, futbol agenti olaraq mənim və digər dostlarımız hansı ki bizlə bərabər çalışır. Yəni futbol agentləri ümumiyyətlə futbolu yaxşı bilirlər, yəni bir növ işin içindədirlər və ölkə haqqında klubları da yaxşı tanıyırlar və əslində hər zaman sizdə Qarabağ var, tanıyırıq. Əslində bu bizim üçün, bizim özümüzün də bir yaxşı mənada PR-ıdır, ölkəmizin də həmçinin PR-ıdır. Demək ki, bizim ölkədə bilinən bir klublar var. Bu məsələnin bu tərəfi. Müzakirələrdə davamlı Qarabağ, Azərbaycan deyəndə Qarabağ. Yəni çünki belə açıq danışaq, yəni kim görürsə, yəni hansı komandanı görürsənsə, klubu görürsənsə sən Avrokuboklarda o ölkədə onun haqqında düşünməyə başlayırsan və təbii ki, daha böyük təcrübəli böyük şirkətlər var bu sahədə, Qarabağa oyunçu təklif verirlər və ya da Qarabağın öz çalışdığı insanlar var hansı bu sahədə uzun illərdir. Mənə gəlir ki, ümumiyyətlə transfer işini ən yaxşı bacaran klublardan biridir. Hətta mən deyərdim, nəinki Azərbaycanda, ümumiyyətlə regionda və ya da Türkiyənin bir neçə klubundan da yaxşı səviyyədə aparır bu işi. Burada söhbət sadəcə oyunçu təklif verməkdən getmir. Burada söhbət həmçinin oyunçunun bacarıqlarından, texniki bacarıqlarından əlavə onun xarakteri olsun, onun disiplini olsun, onun sağlamlığı olsun. Bu hamısı şərtdir. O mənada Qarabağın gətirdiyi transferlər mənə gəlir ki, belə deyək də, ölkəmizdə öz sahəsində, yəni həmin o pozisiyada çox yüksək performans göstərir öz yerində. Əlbəttə, Qarabağ artıq hər il bizi öyrəşdirir bu kuboklarda davamlı irəli getməyə. Biz bu ildə keçən il biraz fərqli oldu əlbəttə ki, amma yenidən reglamenti idi. Bəli, çətinlik var idi. O aydın məsələdir və biz hər zaman da ondan yüksək nəticələr gözləmək haqqımız da yoxdur. Çünki bu futboldur sonuçda. Qarabağın mənə gəlir ki, bilirsiniz də bu FIFA agentləri biz rəsmi olaraq olmayan bir şeyi danışmaq şəxsən mən bu biraz çətindir, risklidir. Amma mən deyirəm ki, belə düşünürəm ki, hücumçu mövqelərini yəqin ki gücləndirməli, mərkəz hücumçu təbii ki. Juniordan sonra boşluq oldu. Junior çox super bir oyunçudur. Yəni o gedəndə çox üzülmüşdüm məsələn mən. Kadi məsələn yenidən gəldi. O da format əvvəlki Kadi ortada yox oldu, getdi. Təbii yeni Kadi biraz məsələn də məsələn Qarabağın özündə Marko Veşoviç mən çox bəyəndiyim oyunçudur. O da ayrıldı. Bütün oyunçunun xarakteri. Yerinə Bolt yeni transfer. Təbii də yəni o tip oyunçuları Qarabağ bizə həmişə göstərir və o tip profillər də biz istəyirik ki, görmək. Biz yəni dediyim kimi bu prosesdə işin bir parçasındayıq, hissəsindəyik, amma belə deyək də nəticə fərqli olmasın deyə biz çox danışa bilməliyik. O İsveçdəki məsələ. İsveçdəki məsələ. Ümumiyyətlə mən FIFA agenti olduqdan sonra. Doğrudurmu yəni? Bəli, doğrudur. Doğru əldə etmişəm. Doğrudur. Mənbəm etibarlı. Demək, Cüm bəy, əslində yəni mən səmimi olaraq deyim, ilk dəfə sizin efirə çıxıram və sizinlə bir müzakirəni etməyə çalışıram. Mən daha öncə futboldan gəlməmişəm. Bilirəm. Siz daha təhsil sektorunda. Təhsil sektorundayım və idman tədbir təşkilatçılığını 2015-ci ildən bəri edirik. Amma bunu da etiraf etmək lazımdır ki, bu sahə, futbol sahəsi çox çətin və biraz da belə deyək də qəlizdir. Çətin və qəliz eyni söz o niyyəti ilə demirəm. Yəni biraz da siz burada şans və yaxud da düzgün kontaktlarınız olmalıdır, düzgün networking dediyimiz söz olmalıdır. Mən bu işə başlayanda, yəni bir il yarımdır biz artıq, yəni aktiv şəkildə o tədbirlərdə iştirak edirəm və mən bizim futbol konfrans Baku tədbirlərdə birbaşa iştirakçıydınız, təşkilatçılardan idiniz. Yəni orada da gördünüz ki, bizim qonaqlarımız Türkiyədən gələn Tarkan Batkün, Ceyhun Kazancı, önəmli futbol adamları. Bəli. Erdən Dere, Erdən Or, ondan sonra Koray Palas, yəni hamısı təcrübəli, bizim Azərbaycanlı yerli mütəxəssislərimiz vardı hansı ki və bu adamlarla biz davamlı müzakirə edirik.
davamlı çünki hər kəsin dediyi bir məsələ var. Futbolda oyunçu transferin işində çoxlu pürüzlər var, belə deyək də. Və sən bunun hamısını bəli, maneələr var. Yəni sən bir oyunçu təklif verirsən, klubun sportiv direktoru bəyənə bilər, məşqçi bəyənməyə bilər, məşqçinin bəyəndiyini rəhbər bəyənməyə bilər. Yəni təsəvvür edin ki, çox çətin bir prosesdir. Bizim üstünlüyümüz əslində nədir? Bu insanlar niyə bizə çıxır? Çünki biz şirkət olaraq, agentlik olaraq danışarkən sözlərimiz məncə bizə görə aydındır, yəni hər kəsə. Yəni və biz ümumiyyətlə prinsip olaraq şəffaf işləməyə özümüzə yol tutmuşuq və planlar, kimə necə müraciət edəcəyimizi, bir də ünsiyyəti bacarırıq biz. Bəli, ünsiyyət önəmlidir. Ünsiyyət çox önəmlidir ümumiyyətlə proseslərdə. Yəni oyunçumuzla da biz ünsiyyəti yaxşı bacarırıq, belə düşünürük. Klublarla da bunu bacarırıq, yəni düzgün ünsiyyət qurmağı. Əlbəttə ki, biz böyük iddialar da etmirik hal-hazırda Azərbaycanda. Yəni bu işi uzun illər görən mütəxəssislər var və onlar da gözəl işlər görüblər. Sadəcə biz belə deyək də özümüzə bir istiqamət tutmuşuq, hansı ki daha maraqlı, bu işi necə paralel şəkildə heç kimin xəttinə dəymədən, Allah dilində desəm, necə apara biləriksə o cür istiqamətdə aparırıq və bizim məqsədlərimizdən biri də Azərbaycanlı gənc oyunçuların, mən sizin sualınızdan yayınmaq istəmirəm, məsələ İsveçrəyə, məsələ Sloveniyaya. Bununla bağlı bir plan varmı? Məsələn, bu yay Azərbaycanlı, sizin bilirik ki, müqavilə ilə məhsul çox önəmli yerli istedadlı futbolçular var hal-hazırda. Məsələn, elə o suala da gələcəm. Birinci liqanın bombardirlə olmuş, daha məhsuldar oyuncu Qəbələdə çox önəmli rol oynayıb. Qəbələnin Premyer Liqaya vəsiqə qazanmasında Ruslan Varansev, bunlar. Yəni bunlar məsələn bildiyim qədərilə klubsuzlar hal-hazırda. Bəli, biz hal-hazırda danışıqlar gedir, müxtəlif klublardan, yəni təkliflər almışıq. Biz belə deyim ki, yəni əslində Premyer Liqadan olan fakt oynayan və yaxud da müqaviləsi bitmiş oyunçular var. Onları da biz xaricdə təmsil edirik əslində və mən gün ərzində biz müxtəlif liqa, onların oynaya biləcəyi liqalara təklif veririk. Danışıqlar gedir. Təbii ki, bu belə deyək də, ancaq həll olduğu zaman biz bu paylaşım edə bilərik, mediaya bildirə bilərik. İndiki halda futbolçu təklif vermək əslində istənilən bir digər məhsul təklif verməkdən çox çətindir. Çətin prosesdir. Yəni bəzən o azarkeşlər deyə bilər ki, məsələn də bu nə oyunçudur gətirilib və yaxud da tərsinə. Biz bunun arxasında çox məsələlər var. Çünki hər bir klub o şansı 2 dəfə edə bilir də. Yəni bir mövqeyə 2 çox böyük büdcəsi varsa 3 oyuncusu ola bilər, düzdürmü? Yəni o səhv etmə ehtimalı aşağı olmalıdır. Məsələn, bizim əlaqələrimiz sayəsində mən belə düşünürəm ki, şirkət olaraq biz kimlərinsə 10 ilə gəldiyi yolu biz bəlkə də yəqin ki 5 ilə gəlmiş olacağıq. Yəni bu ancaq müsbət mənada əlaqələrin qurulmaq şərti ilə. Qarşı tərəf Avropa, mən açıq danışacağam, yəni ünsiyyəti sevir və bu ünsiyyəti edərkən də dəqiqliyi sevir. Yəni bir növ hər iki tərəf win-win situasiyası deyirlər. Qazan-qazan situasiyasını yaratmaq lazımdır. Əks halda çətindir yəni. Bu fonda da yəni məsəl üçün scouting cəhətdən əziz dostlar, Qarabağ yəni bu gün yəni öndədir. Yəni qurulan heyət uzun müddətli transfer strategiyasında düzdür, yəni transfer tuta da bilər, tutmaya da bilər. Bu da bir sual işarəsidir, amma futbolçunun getdiyi ölkəyə adaptasiya olunmağı və baş məşqçinin sisteminə uyğun olmağı bu bir zaman alır. Təbii ki, amma Qarabağda bu ötən müddətə nəzər yetirdikdə bu periodu belə bu sancını çox az keçirib də. Yəni belə mütəmadi, yəni çünki sistem təcrübəsi var. Yəni illərin təcrübəsi var. Yəni biz yenə deyək, kaş ki Azərbaycanda digər klublarda belə bir formatda çalışar. Biz onda bilərik ki, Qarabağın yəni müsbəti, mənfisi necədir açıqcası. Müsbətini çox görürük əlbəttə.